Hə. Birinci sual asandır, elə çətin bir şey deyil. Bax, deyir oturacağı AB olan bərabəryanlı üçbucaqda S-də mediandır. ABC və ADC üçbucaqların perimetrləri uyğun olaraq 36 və 25-dir. Hə, deməli, bura X, bura X. Bura Y, bura Y. Burada mediandır. İndi deməli, ABC-nin perimetri 36-dır deyə olur nə? 2X 2Y bərabər 36. X plus Y də qalır buradan 18. ADC-nin perimetri 25-dirsə, ADC-də nə qalır orada? X, Y, bir də M-də. Düzdürmü? ADC burada. Bunu da verib nə qədər? 25. X plus Y 18 isə bura qalır 7. Problem yoxdur. Asanca bayaq bunu deyəsən oblis testdə işlədik. Bərabər yanlı idi, yoxsa nə idi orada işləmişdik. Bax burada. Bax, deyir ki, ABC üçbucağında AE və BD parçaları O nöqtəsində kəsişir. Biraz da böyüdüm bunu. O nöqtəsində kəsişir. S ilə B-yi bərabərdir. Sonra AD ilə D-si bərabərdir. Medianlar kəsişmə nöqtəsində birini ikiyə nisbət yaradır da. Düzdürmü? Tutaq ki, bura X-dirsə, bura olur 2X. Bura Y-dirsə, bura olur 2Y. Düzdür? Bir də burada bir dənə məsələ var. Məsələ nədir? Nə deyəcəkdim mən burada? Ya da o lazım deyil. Bir dəqiqə. Burada OY ilə OD, yəni X plus Y 5 verib. Nəyi soruşur səndən? AY-ni, yəni 3X-i üstə gəl 3Y. Onda belə çıxır ki, 3 vura X plus Y-imiz olur. 3 vur 5 bərabər nə olur? 15. Hə, onların kəsişdiyi yerə nə deyirdik biz? Ağırlıq mərkəzi deyirdik. Birinciyə bölünürdü. Hə, mən nə deyəcəkdim onda deyim. Burada bu kəsişmə nöqtəsindən tərəfə qədər həmişə qısa olur, təpəyə qədər uzun olur. Yəni, ikinin birə hara olur, onu bilin də. Oldu? Təpəyə qədər uzun, tərəfə qədər qısa. Medianın uzunluq düsturu nə idi ümumiyyətlə? Bəlkə yadınızda ola. 2-də 1, kök altda. 2A kvadratı, 2B kvadratı, çıxar C kvadratı. Bir ildir bu düsturu demirik. 2 vur, A-nın kvadratı. Bir də orada deyib, böyük tərəfə çəkilmiş median. Böyük tərəfə çəkilmiş deyəndə, böyüyü C-nin yerinə yazacağım. 2 vur 5-in kvadratı. 2 vur 6-nın kvadratı. Çıxar 8-in kvadratı. Bura 50. Bura 72. 122-dən də 64 çıxanda 58 qalmalıdır. Sağlam ol. Debəndə oldu. Yəqin ki, problem yoxdur. Sadəcə düsturdur. Orada C median çəkilən tərəfdir. Bu, həmin sualın tərsinəsidir. İstəsəz baxarsınız, olmaz deyərsiniz. Yəni, 2-də 1 vurulsun, 2A kvadrat plus 2B kvadrat çıxar C kvadrat bərabər elə bil 4 yazılsın. Baxarsınız, alınmaz deyərsiniz. 6-ya baxaq. ABC üçbucağında adi tənböləndir. Adi tənböləndir. AB-ni verib 8, BD-ni verib 5, AC-ni verib 6.4. CD parçasının uzunluğunu tapın.
Deməli, buradan neyniyəcək biz? Biz demişdik ki, tənbölən belə bir şey yaradır. Bax, 5 vur 6.4 nədirsə, 8 vur x-ə həmin şey verir. Belə bir nisbət yaradır. 32, 8x isə x-ə 4 düşür. Aydındır. Əgər tənbölən bölübsə, bitişi olmayan hissələrin hasili bir-birlərinə bərabərdir. Oldu. Belə. Eyni sualda deyəsən, biraz fərqli. Bax, AD parçası yenə tənbələndir. AD tənbələndir. AC-ni 20 verib, AB-ni 16 verib. DS çıx B-də 2-dirsə, bəli. Yəni biri o birisine 2 böyük olmalı ki, çıxanda 2 qalsın da. Hə? B'də x, DS x plus 2. AD də burada tənbələndir. Bayaqki söhbəti. 20 vur x nədirsə, 16 vur x plus 2 də həmin şeydir. 20x bərabərdir, 16x də gəl, 32. 4x bərabərdir, 32, x bərabərdir, 8 olur. B'də ilə x-ə, hə, bütün. Aydındır. Perimetri 18 olan üçbucağın medianlarından biri, perimetrləri 12 və 14 olan iki üçbucağa bölür. Medianlarından biri neyindir görək? Perimetr 18-dir. Bax, bura A yazaq, bura B yazaq, bura C yazaq, bura D yazaq, burada median yazaq. Perimetr 18 deyə A, B, C, D hamısı bir yerdə 18-dir. Perimetrlər 12 və 14 olan. Onda A plus D plus M, yəni bu soldakı üçbucağın perimetrini 12 götürək. Bu yanda da hə, B plus C plus M də götürək nə qədər? 14. Buna alt-alta toplasaq, A, B, C, D, bir də 2M. 26 olur. 18-in üstünə gəlsən 26 olar. 2M 8 ise M 4 düşür. Oldu. 2M 8 ise M 4'tür. Aydındır. Bərabər tərəflidə median tənbələn hündürlük nə idi? A kökdə 3 bölü 2 idi. İndi belə deyək də, medianlar cəmi 12 kökdə 3-dürsə, 3 dənə median var da, indi bir dənəsinə düşür. 4 kökdə 3. Kökdə 3 səhv getsə A olur 8. Bu da perimetr olur 3A, yəni 24. Aydındır. Belə. ABC üçbucağın B və C bucaqlarının tənbölənlərinin kəsişmə nöqtəsindən üçbucağın AB və AC tərəflərinə uyğun olaraq N və N nöqtələrində kəsən və BC paralel düz xətt çəkilib. Bunu biraz böyük çəkək. B və C bucaqlarının tənbölənləri. A oradır, B buradır, C də bura. Bunların tənbölənlərini çəkdik. Tənbölənlərin kəsişmə nöqtəsindən üçbucağın AB və AC tərəflərini N və N nöqtələrində kəsən və BC paralel xətt çəkilib. BC paralel xətt çəkilibsə, onda şəkil belədir də. AB-ni harada kəsmişdi? M-də.
O birisini də n-də kəsib. Bizə deyir, MB 5-dir, NC 6-dır, MN nədir? MN 11-dir. Niyə? Birincisi, bunlar tənbələn olduğu üçün, bura alfadırsa, bura da alfadır. Bura betadırsa, misal üçün, bura da betadır. İkinci səbəb, MN xətti BC-yə paralel olduğu üçün, bura alfadırsa, bura da alfa düşür. Yəni, bura 5 olduğu üçün, avtomatik burada 5 düşür. Bura betadırsa, bura da betadır. Ora 6 düşdükcə, burada 6 düşür. Aydın oldu. Bu qədər. 11 olduca. Problem yoxdur. Bərabəryanlı üçbucağına oturacağındakı təpədən yan tərəfə çəkilən median onu perimetrinin 8 və 15 olan iki hissəyə ayırır. Oturacağını tapın. Bir dənə bərabəryanlı üçbucağımız var. Bizə nə deyir? Deyir ki, oturacağındakı təpədən yan tərəfinə çəkilən median. Median buranı yarıya bölür və onun perimetrini 8 və 15 olan iki hissəyə ayırır. Deməli, yazaq bura x-sə, bura da x-dir. Bura A-dır, bura B-dir, burada nədir? M-dir. Onun perimetrini 8 və 15 olan hissələrə ayırır. A plus x elə bil. Mən orada bir şeyə diqqət eləmədim, özürü sayın. İndi gördüm. Bu bərabəryanlı olduğu üçün, bura 2x-dirsə, burada 2x düşür. Bu vacib söhbətdir. Bu mediandır, oturacağı da bilmirikdə nədir. Burada bir dənə A yazıram. İndi, deyək ki, perimetri 8 və 15 olan iki hissəyə bölür. Burada cümləyə diqqət edin. Demir ha, perimetrləri 8 və 15 olan iki hissəyə bölür. Deyir, perimetri 8 və 15 olan iki hissəyə bölür. Yəni, bu ikisi elə bil olur 15. 3x olur 15. A plus x olur 8. Yəni, iki hissəyə böldü. X düşdü 5. X 5-dirsə, onda burada 3 alınır. Aydındır. Yəni, perimetri 15 və 8 olan iki hissəyə bölür demir. Deyir ki, ümumi perimetri 15 və 8 olan iki hissəyə bölür. Belə. Məncə bu sual lazımsa, sualdır, burası nə bilim, indi veriblər məcburən. İzah edirəm. 15 bayaqçı sualda deyəsən onun üçün. Baxmırıq ona. Bura baxaq. Belə qəşəng heykəldir. Bundan gözünə girir. Bax, deyir ki, ABC uzağının BC tərəfi üzərində D nöqtəsi götürülüb. Görürük. B mediandır. Deyir ki, AD parçası ilə O nöqtəsində kəsişir. BD 2K, DC 3K'dır. AD 35'dir. Gözümüzün qabağında olsun. Bizə deyir, A10'u tap. İndi belə bir şey deyərik. Bax, buradan buna paralel bir dənə, yox, pis oldu. Bir dənə, bura paralel bir dənə xət çəkək. Niyə onu çəkdik? İndi mən sizə izah edeyim. Bu xətti çəkəndən sonra burada nə baş verir? Bura 2K'dırsa, bura 3K'dırsa, uyğun olaraq o paralel xəttlər nə edir? Buranı 2M, 3M eləyirmi? Diqqətlə baxın. Xəttlər paraleldir də, yəni bu çəkdiyim xətt bu. Paraleldir. Ona görə bura nisbət nədirsə, burada da nisbət eyni şey olur. Bura qədər problem yoxdur. İndi məntiqlə, bura median olduğu üçün, buradan bu yana 5M-dirsə, nə?
Nəyə başa düşmürəm? Bura ilə bura nədirsə, paraleldə axı xəttlər. Bundan bu. Bura ilə burada eyni nisbətdə olur. Yəni, belə deyim də sənə, ölçü eyni olmasa belə, nisbət eyni olur. Belə. Burada da bu mediandırsa, bu BM, bu yana 5M qalırsa, bu yana da 5M qalır. Biraz şəkil oxşamır, amma belədir. Düzdür? İndi bir dənə bura baxın. AD üzərində bəs nisbət necə olur? Bura 2M-dirsə, bura 2T yazaram. Bura 5M-dirsə, bura 5T yazaram. Baxın, görün, oxşuyur. Paralel xəttdə olduğu üçün bunlar da eyni nisbətdə olur. İndi 5, ümumi nə qədər oldu bu? 7T35, T də oldu 5. Bizdən nəyi soruşur? A10'u, 5T. 5 vur 5, 25. Baxın, görün, nəyi başa düşməzsə bir də deyim. Başdan bir dənə xırdalayıram, bir daha. Medianlar kəsişində kim? Medianlar deyil axı. Bir dənə median var. BM, qutardı. Bir dənə median var. Bu xətt buna paralel olduğu üçün, uşaqlar, bir daha deyirəm. Bu xətt buna paralel olduğu üçün, bura 2K və bura 3K olduğu üçün, burada 3M-dən 2M yazdım. Daha sonra median buranı ayırdığı üçün, yəni buradan bura 5M-dirsə, buradan bu yana da 5M-dir. Bura 2M-dirsə, bura 2T, bura 5M-dirsə, bura 5T qalır. Çünki yenə deyirəm, paralellik var. Nisbətlər eyni olmalıdır. Aydın da belə. Evdə bir daha baxarsın onlara. İki tərəfi 3 və 6. Bu tərəflərə çəkilmiş hündürlüklərin ədədi ortası 3-cü tərəfə çəkilmiş hündürlüyə bərabər olan üçbucağın 3-cü tərəfin uzunluğu nədir? İki tərəfi 3 və 6 verir. Bu tərəflərə çəkilmiş hündürlüklərin ədədi ortası 3-cü tərəfə çəkilmiş hündürlüyə bərabərdir. Bir də üçbucaq çəkək. Bunların tərəfləri 3 və 6-dır. Bu tərəflərə çəkilmiş hündürlüklər, tutaq ki, bu H1-dir. Bu tutaq ki, H2-dir. Buradan bir dənə hündürlük çəkirəm, bu da olsun H3. Tərəfə də bura yazıram X. İndi bizə nə deyir? Bu tərəflərə çəkilmiş hündürlüklərin ədədi ortası, yəni H1 üstə gəl, H2-nin ədədi ortası H3-ə bərabərdir, deyir də sən. Düzdür? Onda H1 üstə gəl, H2 bərabərdir, 2 dənə H3-ə. Bura qədər belə. Üçbucağın 3-cü tərəfi nədir? İndi biz bir şey bilirik ki, sahədən. Sahəni tapmaq üçün mən neyin yerəm? Bəli, 2-də 1 vur, 6 vur, H1-də yaza bilərəm. Yəni, bir dəqiqə oranı pis günə qoydum. 6 vur, H1-də yaza bilərəm. Yəni, 6 və ona çəkilmiş hündürlükdə. Ürəyim istəsə nə yazaram başqa? 3 vur, H2-də yazaram. 2-də 1, X vur, H3-də yazaram. Yəni, hamısını yaza bilərəm. Burada belə çıxır ki, 6H1, 3H2, XH3 olur. Yəni bir fərqi var. Hamısı 2-də 1 var da qabağında zaten. İndi bura ilə hesablasaq. 3-ə böləndə 2H1, 1H2 olur. 2 bərabərdir 2H3. İndi bax belə eləyək də. H1 qalsın. H2-in yerinə 2H1 yazaq. 3 dənə H1 bərabər nə olur? Onda bura olur 2K, bura olur 3K. Buraya da problem yoxdur. H1-in yerinə yazacağım indi burada. Bax.
Yox, bir dənə bağışlayın. Bununla götürək. Bax, 6H1-imiz 6H1-imiz nəyə bərabər idi? X H3-ə bərabər deyil idi. İndi sən yazırsan. H1-in yerinə nə? H3-ün yerinə K'lar getdi. X nə qar? Oldu. Uzun amma maraqlıdır. Baxaq bu suala. Yaxşı bir şey oxşam. ABC bucağında A və C bucaqlarının tən bölənləri D nöqtəsində kəsişir. Kəsişirsə alfa, alfa, beta, betanı buraya yazaq getsin. ADB 100-dür. AD yox ha. Düz yazdım mən. Səhv yazdım. ADB ha. Bura nədir? 100. ADS də 120-dir. %140 qalır burada. Bizə nəyə soruşur? Deyir DAC. DAC haradır? Alfa, hə? DSA. Çıxaq betanı. Deyir dərəcə ölçüsünü tap. Bir də bunlar tən böləndilər. İndi bir dənə söhbət eləyəcəm sizlə. Alfa plus beta nədir? Sən demiş. Buna atdıq yaddaşımıza. İndi məntiqlə götürəndə hamısından böləndi bunların, yoxsa sadəcə ikisi? Bu ikisi nə qədər olur? 120 olur. Yuxarıya nə qədər onda? 60. O 60-ı 30-30 bölə bilərəmmi mən? Onun tən bölən verməyib baxı bizə. Amma tən böləndir də onsuz da. Niyə tən böləndi? Yəni ikisi tən bölən olanda üçüncü məcbur tən bölən olur. Çünki tən bölənlərin kəsişmə nöqtəsi nə idi? Xarici çəkilmiş çevrənin, belə deyək də, mərkəzinə çəkilən xəttlərdir də, eyni şeydir. Yəni bura qar elə bir yox, 66. Hədə 30-30 qardı. Hə. İndi yazaq bura. 130. Bura nə qədər oldu? Siz cavaba baxın yenə də. 50. 10. 50-dən 10 çıxanda belə. Aydın da. Biz bayaq nəyə demək istəyirdim? Bunu. Kesin səhv çəkdim. Üçbucaq çəkirsən elə bil. Baxın bura. Nə demək istədiyimi göstərim. Yəni bax. Bu da bu. Biz demişdik ki, iki toxunun arasında mərkəzdə çəkilən xəttlər nə olur? Tən bölən. Artıq bu ikisi tən bölənsə, üçüncü məcburən tən bölən düşür. Bildiniz? Bu baxımdan. Deyir BY bölü Y'də 2-dir. Onda deməli B'yə 2K yazaq, bura 1K yazaq. Bu qalsın belə. AB 6-dır. BD ilə S'yə tən bölənlərdir. BD ilə Y'si. Bura alfa, alfa, bura. Bizə deyir AD-ni tapın. AD-ni tapaqca. Biz demişdik ki, burada yox, paralellik falan heç nə verməyib hə, bizə. Verməyib. Gəl belə eləyək. Burada tən bölən söhbət varsa, K vur, bura yazıram 2T. Onda burada olur 2K vur 1T.
bayaq dediyimiz nisbət yadımızdadır. Bu vur bu 2 kt-dirsə, bu vur bu da 2 kt olmalıdır. Bura qədər problem yoxdur. Eyni söhbət burada nədə keçəridir? Bax bura. Hə, bax bu buradan ayrıb da, yaman da görsən də. Bax. Bu buranı yenə tənbələn kimi bölüb. Yəni 6 vur t, 6t-dirsə 2t vur 3 olmalıdır ki, cavab düz yazsın. Oldu? Bərabər yanlı 3 bucağın oturacağı 12 kökdə 2-dir. Bucaqlardan biri 120-dir. Bunda 30-30. Bəli. Bura 120-dirsə, bunu böləndə elə başdan 60-60 qalır. Burada düşür 30-30. Oturacağı 12 kökdə 2-dirsə, 6 kökdə 2 bura, 6 kökdə 2 bura düşür. Sonra nə deyir bizə? İndi belə deyək, 60-ın qabağı verilib orada. Oturacaqdakı bucağın tənböləninin uzunluğu. Bəli. Orasını nəsə gördüm mən də. Tənböləninin uzunluğu. Bir dənə bunu qıraqda çəkim. Bu 30, 15, 15 bölündü. Burada 120 idi deyə bura nə qaldı? 45 dərəcə. Düzdür uşaqlar? Eyni şey bir dənə burada tətbiq edək. Bura nə olur? 135. Bura nə qalır? 30. İndi bir dənə məsələ var da burada. Bura 12 kökdə 2 deyilmi? Aha. 12 kökdə 2. Sinuslar teoreminə görə, tərəf böl, baxdı bucağın sinusu. 12 kökdə 2 böl, sin 135 nədirsə, bu ara baxır. X böl, eyni şey olmalıdır. Sin 135-də sin 45-dən eyni şey alır da. İkinci rübdə müsbətdir. 45-dən alır. Kökdə 2 böl 2. Vur x. Sin 30-da alır 2 də 1. Vur 12 kökdə 2. Aydındır. Belə bir maraqlı çətin fason bir şey. B12-dir. Bu medianların kəsmə nöqtəsi deyə bu hissə nə düşür? 6. Bir də düzbucaqlı üçbucaqda median nə idi? Hipotenuzun yarısı. Bu da hipotenuz nə düşür? Oldu. Bildiniz? Baxaq bura. Deyir ABC üçbucağının A-ın və B-nin medianları perpendikulyar olub. Perpendikulyarı heç olmasa oxşatsaydılar. Bunlar perpendikulyardır da indi elə təsəvvürünüzdə canlandırın. K nöqtəsində kəsişir. A-M 12-dir. B-N 9-dur. Bax, indi belə deyək də, A-M 12-dirsə 4-ün 8-ə düşür bura, bölgü.
B-nin də 9-sa, bura 3-ün 6-ya düşür. Bura 10-dur da, indi Pifagora görə. Bizdən SK parçasının uzunluğunu soruşur. Elədir? Bir də onu uzatsaq. İndi onu uzadacaq, bəli. Burada 6, 8, 10-da. Buranın hündürlüyünü birinci tapaq. Bu bərabər yanlıdır, yoxsa? Yox, 10 lazım deyil. Bura 10-sa, median nədir? Hipotenuzun yarısıydı. Bu da 5-sə, yuxarı nə qalır? Deməli, oldu 15. 15 yoxu 10. SK-nı istəyir. Neyse, elə bura. Aydın oldu. Bəli, hündürlükdədir. Burada düz uzaqlı yarandı deyə problem yaşamadıq, şükür olsun. Sonra deyir, hərəkət eləmir. Burada onu. SK 10'dur. B'nin 9'dur. Hə. Bir dənə baxım orada. Medianlar da. 3 bura, 6 bura. Hə. 90'dan çıxan 5'dir. Ayın medianın uzunluğunu soruşur, hə? Okay. Salam. Deməli, bir dəqiqə bir dənə baxım. Bir dənə baxım, fikirləşim. K-dan ara. CK-nı bütövləşdirmək. 90'dan çıxsın bizdə. Buradan belə uzatdın. Bura x isə bura. Bura 2x. Bir dənə davamını bir daha fikirləşək. Burada nə? Başqa kvadrat emin uzatsaq. Yuxarı perpendikulyar ki. CK-nı uzatsaq. CK-nı uzadaq 20. 20 yox. 5. Başqa kvadrat. Bəli, medianlar gəlişəndə ora 10, bura düşür 5. Bəli. İndi 10 median olduğu üçün burada oldu hipotenuz 10. Onda bura nə düşür? Orada 8. 8. 10'un kvadratı 100. 36 çıxanda 64. O da 8 qalır. 2x 8 isə 1x 4'dür. Ayım olur 12. Elə 10 soruşur. Aydındır. Əyləncəli suallardır. Əylənirsiniz, görürüm. Deyir ki, şərt ödənir. 0 olması üçün ayrı-ayrı nə olmalıdır? 0, bəli. Çünki mənfi olma ehtimalları yoxdur. Gərək 3'ü də 0 olsun ki, toplayanda 0 eləsin. A plus B onda 17 olmalıdır. B plus C 25 olmalıdır. A plus C 18 olmalı. Toplayanda 60 eləmir. 60 oxşur. Hə. A, B, C-nin cəmi nə olur? 30. Bu üç uzağın böyük hündürlüyünü tapın. Böyük hündürlük hara çəkilir? Kiçik tərəfə çəkilir. Hə. Kiçik tərəfə çəkilir. İndi belə eləyək. Bax, bir-bir tərəfləri tapmaq olar. A plus B 17-dirsə, bura nə düşür? 13. B plus C 25-dirsə, A-ya nə düşür? Hədəf su. A 5, B 12, 13. Böyük hündürlük, bu düz uzaqlı üst uzaqda. Böyük hündürlük burada hansıdır? 12. Kiçik hündürlük desəydi, böyük tərəfə çəkilən götürəcəyik. A vur B böl C ilə. Oldu. Sən bunu soruşur, elə budur. Aydındır. Ay Allah, şəklə bax.
AC-ni 16 verib. BC-ni 8 verib. 8, 16. AD və BY medianları perpendikulyardır. AB tərəfinin uzunluğunu tapın deyir. Orada B'yi 8. BY 8'dir. Niyə? Ya değil. Düz uzaq Yox, deyil. Orada onda B'ye bir tane hündürlüğü çəksək. Yox. Bir dənə bir balaca baxaq. Bir balaca bir dənə baxaq. Ağlımdan bir şey keçir. Bir tıqqılı baxaq buna. Şəkildə biraz uyğunsuzluq var deyə biraz oranı görmək çətin olacaq. Medianları tutaq ki, gəlin yazaq. Medianlar kəsişəndə bura M olsun, bura 2M olsun. Düzdür? Bura median olduğu üçün B median idi. 8'lər bir dənə yazaq bura. Bura da bir dənə 4'ləri yazaq. Hə. Bura üzr istəyirəm, bura N-sə bura da N düşmür. N deyirəm, bağışlayın, 2N düşmür. Hə, medianlar kəsişmə nöqtəsində ayrıldı. İndi baxaq, yuxarıdakı Pifagora görə, bir də ki, aşağıdakı Pifagora görə nə edə bilərik? Bax, bu. Deməli, bura 90-dırsa, bu arada burada 90-dır qonşusu. Hə. N-in kvadratı üstə gəl 64. Yoxsa səhv dedim? Hə, səhv dedim. N-in kvadratı üstə gəl 2M-in kvadratı. Şəkil biraz başlarına dəysin. Biraz da yox. 4M kvadratı bərabər 64. Bu getdi öz işinə. Gəl aşağıdakına baxaq. 2N-in kvadratı 4N kvadratı üstə gəl M kvadratı nəyə verir? 16 verir. Buradan məncə nəsə tapmaq olar, hə? Olar. 6-6 toplayaq deyirsən. Məncə onu toplasaq nə alacaq ki? Gəl baxaq. AB-nin uzunluğu, hə, olar əslində 6-6 toplamaq. 5N-in kvadratı üstə gəlinsin. 5M-in kvadratı bərabər 80. Sən bir dənə bunları 5-ə böl. 16 olur. Hə. İndi burada bir dənə bir məsələyə bax. 2M-in kvadratı üstə 2N-in kvadratı. Burada yazıram, tutaq ki, X. Kvadratları olur. 4M kvadratı üstə gəldi. 4N kvadratı nəyə? X kvadrat. 4-ə vuranda hər tərəfi 64 olur bura. 64 olur. X kvadratı X-də düşür. Aydındır. 28-ə də baxaq. Tərəfləri 12, 15 və 18. Olan üstüzaf verilib. Kiçik tərəflərə toxunan və mərkəzi böyük tərəf üzərində olan bu çevrənin mərkəzin bu tərəfdən ayırdığı böyük parçanın uzunluğu. Tərəfləri 12, 15, 18-dir. Belə deyək də 12, 15, 18-də buraya yazaram mən elə bil ki X-lə 18 çıxı X. Bayaq dedik ki, bu nədir? Tənbürən. Elə bil 15 vur X bərabər 12 vur 18 çıxı X. 15X bərabərdir 216 çıxaq 12X. 27X bərabər 216 8. Bura 8, bura nə olur? 10. Bu tərəfdən. Bir də baxarsız cavabı nəsə şübhəlcə. Nəsə. Son suallar olmalıdır. Sonuncu sualdır, bəlkə də bilmirəm. Deyilmiş. Bir dənə görək, buna da baxa bilirik, vaxtımız imkan verirmi? Deyir ki, bu şəkil biraz çox pisdir.
Ha, ne oldu aracı? Ha? Bizə deyir ki, MB SM-ə bərabərdir. MB SM-ə bərabərdir. Ha, bura bölünüb 2-nə bərabər hissəyə. AF FK-ya bərabərdir. Buradan. Və BN AM-ə perpendikulyardır. Bura 90 yaradıb. Eləmi? Sonra nə deyir bizə? İndi orada 90-ı uşaqlar bir dənə söz deyim. Burada 90 olur. Burada aşağıda düz bucaqlı 3 bucaq yaranır. Sonra SN 2AY və 2YN-dir. Deməli, AY ilə YN eynidir. Eləmi? Misal üçün, bura T'dir, bura T'dir. SN hansıdır? Onda burada olur 2T. Aha. BK 12-dir. Birincisi, gəlin belə bir söhbət eləyək. AM mediandır, çünki bunları yarıya bölüb. BN də mediandır, çünki bunlar da 2T bölməyib. Ona görə kəskin də bura 12-dirsə bura 6 qalır. Sonra söhbətimizə davam edirik. Bu olar deyəsən, bir dənə ona bir daha baxın. Bax, burada median hipotenuzun yarısıydı da. Ora T'dirsə, orada T'dir. Bizə nəyi soruşur? YP-ni görürəmsə. Ha, gördüm. YP burada. Ha. Bir dənə baxım, dəqiq hər şey sizə deyəcəm. Orada bir şey demişdi, nəsə gözdən qaçıb. Yoxsa deməyib. Yəni, orada sadəcə bilirəm ki, KY T'dir. Eləmi? Çünki düz bucaqlı 3 bucaqda median hipotenuzun yarısıdır. Sadəcə burada bir dənə bir şey mənə çatmadı. Burada nəsə median tam bölən söhbət var. Bir dənə üzr istəyirəm, ona bir dənə diqqətlə baxın. Hələ ki, başıma dınq eləmədi. Nəsə median tam bölən söhbəti var. Tam bölən görürsünüz siz burada, mən görmürəm. Orada 2 dənə median kəsib. 2 dənə median kəsib. Başqa nə var orada? Heç nə yoxdur. Ölçü var başqa. Mənim bəlkə gözüm görmür. Heç nə verməyiblər də, düzümü? Necə? Bir dənə üzr istəyirəm, bir şey gördüm. İndi gördüm, biraz gec gördüm. Buna baxın. Bu düz bucaqlı 3 bucağın nə idi? Medianı. Median nədir? Hipotenuzun yarısı. Yəni onda medianımız 18 isə buradan buraya qədər. Aşağıdakı 4 T nə olur? T nə qalır? T 9. İndi 9 sonra oradan nəsə yönü bir ədəd çıxırmı? Biz dəqiq buranı düz tapdıq. 4.5, 4.5. Nə deyirdiniz burada deyin? T'nin özü 9'dur. Ha. Bağışlayın biraz. O suata qışırır. İndi bir şey də deyək. Bu da median olduğu üçün o 9'un
Özüdür də bura, hə? 18-in yarısı. O da 3-ün 2-yə nisbətə bölünür, 1-in 2-yə nisbətə bölünsə 9. 3-ün 6-ya qısa 3. Yox, bura 6. Bura 3. Şəkil biraz oxşamır. Nə? Soruş. 3 istəyir. Все. Bu sualda belə getdi, bu qədər. İnşallah evə nə verək?